Hər vaxtınız xeyir. Bugün sizə unlu yastığı haqqında məlumat verəcək. Sizin bitkilərinizdə də ağlına bənzər həşəratlar varsa, bu unlu yastıcadır. Bu bitkiyə düşdükdə bitkinin işləsini soğurur və bitkini zəiflədir. Vaxtında qarşısı alınmazsa, tamamilə bitkini yandıra bilər. Amma bir həll yolu var, düzgün dərmanlamaq. İndi isə sizə xəstəliyi göstərək. Gördüyünüz bu unlu yastıcadır. İndi sizə dərman vurulmasını da göstərəcəyik. Bu ise dərmanlama prosesidir. Bu formada dərmanlar bütün budağın alt iç hissələrinə vurulmalıdır. Bir həftədən 1-2 dəfə istifadə olunmalıdır. İndi isə mən şərhlər bölməsində həm ev üsulunda hansı vasitələrdən istifadə etmək lazımdır, həm də kimyəvi vasitələrdən hansı istifadə etmək lazımdır, onu sizə göstərəcəm və yazacağım. Ev şəraitində sirkəli sudan və sabunlu sudan istifadə edə bilərsiniz. Amma kimyəvi vasitələrdən istifadə etmək istəyirsə, biz Ultraxin 40-dan istifadə edirik. Siz də bu dərmandan istifadə edə bilərsiniz. 10 litrə 7 qram. Əgər bu kimi faydalı məlumatlardan yararlanmaq istəyirsinizsə, zəhmət olmasa səhifəmizə abunə olun, bizə dəstək göstərin. Sizin dəstəyiniz bizim üçün vacibdir. Çox sağ olun, izləmədə qalın, videonu bəyənin, paylaşın.